Hər vaxtınız xeyirli olsun. Belə bir əla 4 otaqlı ev çəkib göstərəm. Qiymətində 11.000 manat endirim olunub dəyərli dostlar. Sənədi Kupçada 4 otaqdan ibarət 130 kvadrat metrlik bir evdir. Qeyd etdiyim kimi qiymətində 11.000 manat endirim olunub. Görüş bu hissəyə də trap döşənilib. Putla idarə olunan darvaza, əlavə piyadalar üçün kaletka qapı gördünüz artıq o hissələri. Evin sol tərəfindən keçid etmək mümkündür. Baxın, mətbəx, zal hissə mətbəxdən terasa çıxış qoyulub. Solda 1 metr, arkada da 1 metrlik məsafə saxlanılıb. Masa hazırda yerləşir. Qiyməti 110.000 manatdan 99.000 manata endirim olunub. Sənədi Kupçada qaz, su, işıq fasiləsizdir. Mərkəz kanalizasiya var. Evin daxili ilə tanış edeyim sizi. Bütünlüklə isti poldur. 40-40 karkaz beton fundament üzərində iş olunub. Mərtəbənin yekunda beton kəmər atılıb. Girişdə sağ hissədə yerləşir evin mətbəx sahəsi. Mətbəxdən teras hissəyə çıxış qoyulub. Görürsünüz, televizorun xəttinə kimi çəkilib, hər biri hazır vəziyyətdədir. Elektrik işini də göstərim sizə. Davam etdiyi də solda yerləşir evin zal hissəsi. Əla qiymətdən təklif olunur. Kürsülü 4 otaqlı evlərin ən ucuzudur dəyərli dostlar. Təcili olaraq satıldığından qiyməti 110.000 manatdan 99.000 manata endirilib. Televiziya üçün stend yığılıb. Daha sonra davam edək digər hissələri mən sizə göstərim. Masa hazırda yerləşir 6 nömrəli məktəbin yaxınlığı geniş bir küçənin kənarındadır. Görürsünüz, televiziyanın xətti, kondisionerin xətti çəkilib, evin arxa tərəfində də məsafə saxlanılıb. Bu hissəni də sizə göstərim. Digər tərəfi çöldən gördünüz artıq. Ev bütünlüklə isti döşəməli dəyərli dostlar. Bütün materialların ən keyfiyyətlisindən istifadə olunaraq təmir olunub. Bütünlüklə isti döşəmədir. Burada yerləşir hamam otağı və sanitar qovşaq. Kanalizasiya sistemi mərkəzidir, qaz, su, işıq fasiləsizdir. Bütün pəncərələrdən də gün işığı çox rahat şəkildə evə düşə bilir. Evin qiyməti qeyd etdiyim kimi 110.000 manatdan 99.000 manat endirim olunub. Əldə etməyə tələsin dəyərli dostlar, təcili olaraq satılır. Nömrəm 077 744 36 33. Sağ olun, hələlik.